Bugün səhər saatlarında Afen Plaza biznes mərkəzində baş verən partlayışla bağlı Azərqaz İstehsalat Birliyi açıqlama yayıb. Qurumun mətbuat katibi Eldəniz Vəliyev hazırda səslənən bəzi iddiaları istintaqın gedişatına maneə kimi qiymətləndirib. Bütün dövlət qurumları eyni zamanda Azərqaz İstehsalat Birliyi olaraq bizim əməkdaşlar da hadisə yerində idilər. Onlar Azərqaza aid olan boru xəttlərinin təftişi ilə məşğuldular. Həmin binada hələlik qazın verilişi təmin olunmayıb. Amma ətrafdan gedən boru xəttlərində hansısa nasazlığın yaranması kimi hallar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ ki tezdir. Hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekunu olaraq cəmiyyətə açıqlanacaq deyə Eldəniz Vəliyev vurğulayıb. Qeyd edək ki, partlayış Rəcəbli küçəsində yerləşən Afen Plaza biznes mərkəzində qeydə alınıb. Təbibin yaydığı ilkin məlumata görə hadisə nəticəsində 5 nəfər yaralanıb. Afen Plazanın sahibi Əbülfət Əliyev isə açıqlamasında binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olduğunu bildirib. Bunun nəticəsində binaya yeraltı qaz sızdığını iddia edib.